Salam gençler, Maqlar adada. Maq komandası bugün öz səyyar çəkilişini hazırlamaq üçün Ada Universitetinə yola düşüb. Bəli, biz buradayıq, amma təbii ki, burada olmağımızın özəl səbəbi də var. Ondan ibarətdir ki, AIESEC təşkilatı Azərbaycanın ən böyük gənclər forumunu təşkil edib və hazırda zalda çox maraqlı forumlar, təlimlər, seminarlar keçirilir. Xanımlar və cənablar, hər birinizi AIESEC-in Azərbaycanı təşkil etdiyi Güclü Biznes Forumunda xoş gördük. Həmçinin mən sizə söyləmək istəyirəm ki, bu forum dünyanın bir sıra ölkələrində mütəmadi olaraq keçirilir. Hal-hazırda isə burada, məhz Azərbaycanda keçirilir və qeyd edeyim ki, forumda dünyanın biznes sahəsində uğur qazanmış bir sıra məşhur biznesmenləri təlim keçəcəklər. Onlar buradakı tələbələrə biznes sahəsində necə uğur qazanmaq olar, bunun sirlərini açıqlayacaqlar. Məncə artıq daxil olaq içəri və bu forumla daha yaxından tanış olaq. İzləsək daha maraqlı olar məncə. Düşünürəm ki, zalda baş verənlər bütün izləyicilərin maraqlıdır. Elə isə Maqlar izləməyə davam edir. Today I want to talk to you about two things. Business and the man part of it. Not man, human. Business, human, businessman. The first part I want to talk about business. What do I do in business? When I was told there's a meeting at Sunday 10 a.m. I said, wow, this is a motivated group. So, now, I studied 2 courses. How I should have been in here. Today I want to talk to you about I realized that 18 old partnerships against Mongolia. It's a beautiful building, it's a unique art. This is Azerbaijan's agriculture economy for 6 months. Maq tam sürətlə davam edir gənclər. Hazırda forumda workshop fasiləsidir və biz də bu fürsətdən istifadə edərək artıq forumda ilk seminarı təlimi keçmiş Azərbaycanın ən məşhur iş adamlarından biri Tahir Gözəli yanımıza dəvət etdik ki, ondan müsahibə alaq. Xoş gördük sizi yanımızda. Çox təşəkkür ederim. Ümumiyyətlə soruşmaq istəyirəm ki, siz necə düşünürsünüz? Bu forum gənclərə nə verəcək? Bu, məncə çox önəmlidir. Mən çox müsbət qiymət verəm, rəy verəm buna. Çünki ona görə ki, gənclərimiz artıq həyatda bəlli adımlar atmış, bəlli təcrübələrdən keçmiş insanlarla ünsiyyətdə olurlar. O sözlərdən ilham alırlar. O sözlər bəlkə səbəb olur ki, o insan özünün içinə dərinlə getsin, daha dərin özünü tanısın, daha yaxından tanısın. Doğrudan da cavanlarımıza qiymət verməliyik. Doğrudan da biz iş sahəsində, siyasət sahəsində, ictimai sahədə bir yerlərə gəlmiş insanlar ancaq bilirsiniz, topluma özlərini də verməlilər. Ən qiymətli işi özündən verməkdir, öz vaxtını verməkdir. Biraz da hərəkət öğrencilərdə özlərində olmalıdır. Və mən hesab edirəm ki, bu onların həyatdakı özlərinə olan inamı da çox böyük təsir olacaq. Çünki bunu organizə etmək, bu insanları cəlb eləmək və bu bilgəlik sağlamaq məncə çox böyük mənəvi də bir hərəkətdir ölkə üçün. Biz gənclərin ümumiyyətlə sizdən öyrənəcəyi çox şey var. Dəvət demişkən, yeri gəlmişkən, bugün artıq öyrəndik ki, sizin səfəriniz olacaq xaricə. Amma qayıtdıqdan sonra biz sizin Maqın studiyasında da görmək istərik. Çox məmnun olarıq. Bütün gənclərə öz tövsiyələrinizi edəsiniz. Elə tövsiyədən söz düşmüşkən, artıq bəllidir ki, qeyd etdiniz ki, bir çox sahələrdə fəaliyyət göstərirsiniz və demək olar ki, uğurlu bir iş adamısınız. Necə oldu ki, bu yaşda, gənc bir yaşda uğur sahibi oldunuz? Uğurun formulunu istəyərdik sizdən. Biraz olmasın. İndi bilirsiniz, insan hər sabah yuxudan duranda haraysa gedirsənsə, neysə eləyirsənsə, niçin eləyirsiniz? Əgər mən bunu eləməliyəm deyirsinizsə, onda mən inanmıram ki, siz öz ürəyinizi o işe tökəcəksiniz, öz ruhunuzu. Amma ayağa durduğunuzda, ürəyinizə bir sevinçlə qalxırsanızsa, mən bugün gözəl bir şey eləyəcəm. Mən ofisə gedirəm. Ona görə yox ki, mən getməliyəm. Ona görə mən ehtiyacım var oyun oynamağa, mənim ehtiyacım var yaratmağa. Mən sizə çox bəsit bir misal verirəm. Mən evimə kiçik bizim bir pişiyimiz var, almışydıq. Və indi mən özüm məşğul idim və mən bunu otaqda saxladım ki, sütünü verdim, yeməyini verdim, hər şeyini verdim ki, burada sən sakitcə otur. 10 dəqiqə sonra bu rahat durmurdu. İstəyirdi, nə istəyirdi? Oyun oynamaq istəyirdi, nə istəyirdi? Yaratmaq istəyirdi. Bu təbiətin hər səfəsində var. Bir bitki yaratmaq istəyir, bir quş yaratmaq istəyir və bir insan da yaratmalıdır. Ona görə mən hesab edirəm ki, uğurun ən böyük şeyi bu yaratma ehtiyacıdır. Mən bir şey yaratmalıyam.
bu fikir, bu intuisiya çox önəmlidir. Mən bunu hesab edirəm ki, ən önəmlisi budur. Elə biz də MAQ-da dəfələrcə şüarımız olaraq səsləndiririk ki, gənclər yaradıcı olun, kreativ olun. Çünki bizim yaradıcı gənclərə, ümumiyyətlə Azərbaycanın, dünyanın yaradıcı gənclərə ehtiyacı var. Məncə siz yaradıcı olmağa cəhd göstərsəniz əla olacaq. Bəli. Həmçində Tahir müəllim artıq az öncə də qeyd etdi ki, xəyalə səfəri var və tələsir, getməlidir. Ona görə də biz sizə təşəkkür edirik ki, gəldiniz, bizə vaxt ayırdınız. Məhz bu müsahibəni ala bildik sizdən. Sağ olun. Mən sizi təbrik edirəm bu gözəl çıxışa görə, bu gözəl verilişə görə. Doğrudan da cavanlara ilham verirsiniz. Bu böyük bir nailiyyətdir. Təbrik edirəm sizi. Biz də sizə təşəkkür edirik, uğurlar arzu edirik. Sağ olun. Dəvətimizi unutmayın. Mütləq hazıram, həmişə hazıram. Təşəkkür edirəm. Sağ olasınız. Və hazırda təlimçilər öz fikirlərini tələbələrlə bölüşürlər. Biz də bu forumu kadra alıb sizə məlumat çatdırırıq. Bəs mən gənclərə məlumat çatdırırıq. I would like to welcome on stage the current president of Isaac in Azerbaijan, Kamila Solberg. Thank you. Welcome everyone to the Isaac Azerbaijan's Youth Business Forum. Gənclər forumla bağlı ən isti, maraqlı məlumatları sizə çatdırmağa davam edirik. Hal-hazırda isə mənim yanımda həm söhbətim əyləşib. O isə Isaac Azərbaycanın prezidenti Kamila Solbergdir. Mən istəyərdim ki, onun da bu forum haqqında olan fikirlərini, təəssüratlarını öyrənim. Salam Kamila, necəsiz? I'm good. Mən sizin forum haqqındakı fikirlərinizi, təəssüratlarınızı almaq istəyərdim. Well, the forum has so far been really great. The first keynote speaker was amazing. I really thought he brought some interesting. Təbii ki, çox yaxşı. Təcrübələrimizi bölüşür, müzakirələr aparır, ünsiyyətdə oluruq. The speakers and the trainings about entrepreneurship, innovation and sustainable economic growth, I think it's going to be amazing. So I think everyone is enjoying it so far. Mən sizin Azərbaycan gəncləri haqqındakı fikirlərinizi də bilmək istəyərdim. Yeah, well, I've been working with Azerbaijani youth for the last year almost. Mən uzun zamandır ki, sizin gənclərlə işləyirəm və onların inkişafını izləməkdən zövq alıram. Düşünürəm ki, insanlar daha da qloballaşmalı, özlərini inkişaf etdirməli, araşdırmalar etməli, xarici dillər öyrənməlidir. Azərbaycanlı gənclərdə bu həvəs var, bu isə təqdirə layiqdir. They really want to go abroad, they want to learn new languages and they're really explorative. Kamilla, necə düşünürsünüz? Bu forum gənclərə nə verəcək? I think it gives them the chance to interact with some professionals that have a really long experience. Düşünürəm ki, bu forum gənclərə öz sahələrində uğur qazanan insanlarla ünsiyyətdə olmaq üçün yaradılan bir şansdır. Tələbələr onlarla şəxsən tanış olur, fikir mübadiləsi edir, qaranlıq məqamları aydınlaşdırırlar. Bununla da onlar gələcəkdə nə edəcəkləri haqqında daha çox düşünürlər. This unique platform to actually interact with them and to start to think a bit more about what can they do in the future. Okay, thank you Kamila for this interview. Nice to meet you. Təşəkkürlər, uğurlar. Good luck in your life and career. Thank you. Thank you. Bye. Rüfət, özünü təqdim et bir daha gənclərimizə sən daha yaxın. Adım Rüfət, Rüfət Daşdəmirov. Isaac Azərbaycan İdarə Heyətinin üzvüyəm və eyni zamanda Neft Akademiyasının 4-cü kurs tələbəsiyəm. Gözəl universitetdən oxumaq istədin mi? Təbii ki, yəni ən qabaqcıl universitetlərindən biridir, Ada Universiteti. Çox istəyərdim ki, magistr təhsilini davam elətdirim burada. Çox gözəl. Rüfət, artıq özünü təqdim etdiyinə görə növbəti sualıma keçid ala bilərəm. Ümumiyyətlə, Isaac nədir? Isaac tələbələrin iqtisadiyyat və menecmentlik üzrə assosiasiyasıdır. Belə bu akronim özü fransız dilində olub, yalnız Azərbaycan dilində sırf bu mənaya gəlir. Son illərdə daha çox geniş şaxələnmişdir, amma əsas mənası odur. Çox gözəl və Isaac bu forumu, Azərbaycanın ən böyük gənclər forumunu yaratmaqda təşkilatçılıq edib. Sən də biz müşahidə etdik ki, açılış etdin, yəni aparıcı qismində. Ümumiyyətlə, vəzifən nədir bu təşkilatda? Mən beynəlxalq təcrübə proqramları üzrə Milli İdarə Heyətinin üzvüyəm. Və bəli, bu tədbirdə də aparıcıydım, aparıcı qismində. Həm bu təşkilatda olub və həmin təşkilatın tədbirini açılış etməyə aparıcı kimi olmaq daha rahatdır. Ona görə məhz mənə təvəllü etmişdilər bunu. Çox gözəl, çox uğurlu alındı çıxışın yeri gəlmişkən, gözəl açılış idi. Və belə bir sual ünvanlamaq istəyirəm ki, ümumiyyətlə təşkilata kimlər qoşula bilər, necə müraciət edə bilərlər sizə və yaş həddi varmı? Isaac təşkilatı gənclər təşkilatı olduğu üçün 18-29 yaş arası bütün gənclər qoşula bilərlər. Belə deyək, əsasən tələbələr və universiteti yeni bitirmiş məzunlar
ISEC ad saytından ildə 2 dəfə olaraq yaz və payız aylarında bizlər üzvlük başlanır, qoşula bilərlər və kriteriyalar da əsas olaraq tolerantlıq və onların ingilis dili səviyyəsidir ki, bütün gedən prosesləri anlasınlar və şəxsi inkişaflarını təmin edə bilsinlər. Çox gözəl və qeyd edim ki, MAQ-da da bir neçə dəfə studiyamızda ISEC təşkilatı qonaq olub öz layihələri ilə, öz üzvləri ilə. Təşəkkür edirəm Rüfət, söhbətini bizimlə bölüşdüyün üçün. Çox sağ ol və bitirməmişdən öncə belə bir sual da vermək istəyirəm. Sənin özün də çox da maraqlanmadıq. Karyeranı hansı yöndə planlaşdırmaq fikir? Belə deyək, mənim ixtisasım menecment olduğu üçün çox geniş şaxəlidir. Çox güman ki, gələcəkdə HR management və marketing management sayəsində davam etdirmək istərdim. Super, uğurlar sənə. Çox sağ olun. Təşəkkür edirik. Gənclər hal-hazırda ölkəmizin ən aktiv gənclərindən biri mənim yanımdadır. Biz az öncə Kamila Solberglə söhbət etdik və onu ISEC Azərbaycanın prezidenti kimi təqdim etdik. Əslində o ISEC Azərbaycanın keçmiş prezidenti idi. Hal-hazırda isə Məryəm Məcidova mənim yanımdadır və o ISEC Azərbaycanın yeni prezidentidir. Salam Məryəm, necəsən? Salam, çox sağ olun, siz necəsiniz? Mən də yaxşıyam təbii ki. Və qeyd edirəm ki, sən artıq ISEC Azərbaycanın ilk Azərbaycanlı prezidentisən. Nəyə görə bundan öncəkilər Azərbaycana seçilmirdi? Azərbaycana adətən xaricdən seçilirdi. Bundan qabaq Moldovadan vardı, Rumıniyadan var idi rəhbərlərimiz, Norveçdən Kamila xanım. Mən bu il qərar verdim özüm üçün. Niyə məhz Azərbaycanlı gənclər beynəlxalq təşkilatın başında dura bilməz Azərbaycanda? Axır ki, o zaman gəldi ki, biz də özümüzü sınamalıyıq. Fikirləşdim ki, niyə məhz qabağa getməyim? Niyə bəs təşkilatı öz boynuma götürüb, belə deyim də, daha da irəliyə, uğurlarımızla irəliyə çəkək. Və dekabr ayında bizdə seçkilər keçdi və düzdür, hamı təəccüblənmişdi ki, Azərbaycanlı rəhbər bu neçə ildən sonra və qlobal bizim rəhbərliyimiz var Rotterdamda, Niderlandda yerləşir. Onlar da çox fəxrli hiss duydular ki, axır ki, Azərbaycanda Azərbaycanlı gənclər özləri rəhbərliyə keçiblər. Qısaca desək, sən artıq digərlərinə fərqli olaraq Azərbaycandan hər kəsin bəyənisini qazandın və bu yerə layiq olduğunu sübut etdin və gəldin. Çalışırıq. İnşallah. İstərdim ki, Məryəm, ümumiyyətlə, sənin bu ISEC-də çalışmağının qazancını öyrənim. Nə verir sənə burada çalışmaq? Biz bir-birimizi tanıyırıq, yəni uşaqlarla ünsiyyət və kampaniyalarla, partnyorlarla, digər təşkilatlarla, beynəlxalq forumlarda insanlarla münasibət qurmaq, inkişaf etdirmək, ölkəni təmsil eləmək mənim üçün böyük bir motivasiyadır. Mən 3 ildə artıq beynəlxalq forumlarda iştirak edirəm. Rusiyada olmuşam, Türkiyədə, Gürcüstanda, Çində, Misirdə, Tayvana gözlənilir mənim səfərim, Rumuniyada. Yəni maksimum dərəcədə Azərbaycanı təmsil etmək mənim üçün böyük bir fəxr hissidir. Həm özü inkişaf elətdirsən, bəli, həm özümü, həm təşkilatı təmsil edirəm və həm də belə bir şey deyim, biz həmişə pul qazana biləcəyik. Sadəcə özümüzü inkişaf elətdirmək məhz bu vaxtı bizim cavan vaxtlarımızdır. Çox yaxşı yoldasan, sənə uğurlar arzu edirəm. Və ilk dəfə olaraq bu təşkilatın Azərbaycandakı prezidenti kimi forma qatılırsan. İstərdim ki, bu forum haqqında olan təəssüratlarını öyrənim. Forumun məqsədi nədir, gənclərə nə verəcək? Artıq bu beynəlxalq forumdur. Dediyim kimi 52 ölkədə fəaliyyət göstərir. Hər il bir dəfə hər ölkədə keçirilir. Azərbaycanda ikinci dəfədir keçirilir bu forum. Gəzdiyim ölkələrdə həmən bu Youth to Business format, eyni formatda bu forum keçirilir. Və oradan öyrəndiklərimizi biz burada inkişaf etdirməyə çalışırıq. Təşəkkür edirik sənə bu müsahibə üçün. Son olaraq gənclərimizə nəsə demək istədiyin söz varmı? Məncə risk eləmək planlaşdırsınlar. Yəni həmişə risk eləmək vacib bir şeydir. Çünki məhz risk etməyində biz səhv eləsək də bu səhvlərimizin üzərində biz öyrənirik və gələcəkdə də uğur qazanırıq. Məryəm, sənə təşəkkür edirəm. Bir daha uğurlar arzu edirəm. Çox sağ olun. Sağ olun. Hal-hazırda isə mənim yanımda sahibkarlıq mövzusunda gənclərə təlim keçmiş xanım təlimçi Helena Rozandiçdir. Mən istəyirəm ki, onunla salamlaşım və Azərbaycan haqqında olan təəssüratlarını öyrənim. Salam Helena, necəsiz? Salam, yaxşıyam, təşəkkür edirəm. Mən də həmçinin. Mən sizin Azərbaycan gəncliyi haqqında təəssüratlarınızı öyrənmək istərdim. It's everything very positive. I have to tell you that I've been living here for 3 years already. Hər şey çox pozitivdir. Mən 3 ildir ki, burada yaşayıram və demək olar ki, sizin həyat tərzinizə bələdəm. However, this is my first experience with ISEC. And I had one more lecture last year with Azerbaijani students. Azərbaycanlı tələbələrin ingilis dili bacarığı məni heyran edir. Onlar ünsiyyətcil və savadlıdırlar. So altogether I have to say A+ for the students. Very nice. Sonda izləyicilərimizə demək istədiyiniz nəsə var?
I would like to say çok sağ ol. And I would like to say you çok sağ ol. Thank you, goodbye. Gənclər, hal-hazırda mənim yanımda təlimçilərdən biri dayanıb. O Wesley Wongdur və innovasiya sahəsi üzrə təlim keçdi gənclərimizə və onun da təəssüratlarını öyrənmək istərdim forum haqqında. Salam, necəsiz? Çox sağ olun, siz necəsiz? Mən sizin bu forum haqqındakı təəssüratlarınızı öyrənmək istərdim. Forum yetərincə maraqlı və həyəcan vericidir. Bu mənim ISEC-də ilk təcrübəmdir. Tələbələr enerjili və öyrənməyə həvəslidir. Ona görə də burada olmaq mənim üçün xoşdur. Azərbaycan gənclərinin bu forma olan marağını necə dəyərləndirirsiniz? I think it's actually the interest for learning about innovation, learning about leadership. İnnovasiya və liderliyi öyrənməyə həvəs göstərən gəncləri görmək sevindiricidir. Bu inkişaf edən Azərbaycan üçün çox önəmli faktordur. A greater place. So it's exciting to see all these young, bright minds very excited about trying to contribute. Okay. Çox gözəl. Bəs necə düşünürsünüz? Bu forum Azərbaycan gənclərinə nəyi aşılayacaq? I think this forum is a good way to bring the youth of Azerbaijan together, to share ideas and to encourage one another. Fikir mübadiləsi, bir-birlərini dəstəkləmələri, gərgin iş prosesi yeni ideyaların yaranması üçün əla fürsətdir. Əlbəttə ki, bu da uğura aparan yoldur. It can hopefully better not only society but also kind of the industry at large. Okay, thank you. Good luck. Interesting team sport, man. It's a team sport. Very coordinated that you need to before you get to the field. Very interesting. That I've seen. Daha bir təlimçi hal-hazırda mənimlə birlikdədir. Alper Çələn innovasiya mövzusunda mənim üçün məlumatlar verəcək. Mən istəyirəm ki, onunla salamlaşım və onun da fikirlərini öyrənim. Hi, how are you? Doing really well, thank you. Okay. Mən sizdən yüksək texnologiya parkı haqqında məlumat almaq istərdim. High-Tech Park is an initiative by Azerbaijan government to foster the high-tech economy in Azerbaijan. Yüksək Texnologiyalar Parkı 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə yaradılıb. Park üçün xüsusi ərazi də ayrılıb. Məqsəd ölkədə yüksək texnoloji sahələrin inkişafını sürətləndirməkdir. Baku and the Pirallahi Island and 50 hectares of land devoted for this purpose and to foster companies that are located there, but not only there but outside as well in the high-tech field. Bunun nə kimi üstünlükləri var? So, in addition to a beautiful setting where the companies are going to be located, we're going to foster the high-tech economy on 5 fronts. One is Yüksək Texnologiyalar Parkı elm tutumlu yüksək texnoloji məhsulların istehsalını dəstəkləyir. Bu isə sənaye sahələrinin inkişafı üçün münbit şərait yaradır. Son olaraq onu deyim ki, yüksək texnologiya ekosistemdə də pozitiv istiqamətdə dəyişikliyə yol açır. Third one is on providing education. Where there will be new high-tech education abilities created by the government. Okay, thank you. Çox sağ olun, təşəkkürlər. Forumda müxtəlif biznesmenlərin təlimini görmüş gənclərimiz artıq yorulublar və onlar hal-hazırda qəlyanaltı vaxtındadılar. Burada təqdim olunan bir-birindən dadlı yeməklərin dadına baxmaq üçün gördüyünüz kimi sıraya düzülüblər və təbii ki, hal-hazırda xəyalə sizlərin qarşınıza çıxacaq. Çünki o, buradakı gənclərdən sorğu götürür və onların fikirlərini öyrənir. Mən də gedim onu axtarmağa. Salam gənclər, xoş gördüyünüzü bilirəm, lunch vaxtıdır, çox açsınız, lakin sizin bir neçə dəqiqənizi alacağım. Bu forum sizlərə nə verdi, nə verəcək gələcəkdə, o haqda fikirlərinizi bilmək istərdim.
gözlənilməz oldu, amma çox şadam. Mən ilk dəfədir bu forumda iştirak edirəm. Çox şey öyrəndik, hətta yuxarıda layihələrimizi həvəskar layihə kimi çıxış elədik, göstərdik. Düşünürəm ki, başqa dünya ölkələrində olarsa da mən o tədbirlərdə iştirak edəcəm inşallah. Təşəkkür edirik, uğurlar. Və yenə bir neçə gəncə yaxınlaşırıq. Nuş olsun sizə, lunch vaxtıdır. Sizə mane olmaq istəməzdik, lakin bu forum haqqında olan fikirlərinizi qısaca öyrənmək istərdim. İlk öncə özünüzü təqdim edərdiniz. Mən Fidan Abbasova. Milli Aviasiya Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər ixtisasında üzrə təhsil alıram. Burada çox böyük imkanlar açır bütün Azərbaycan tələbələri üçün. İlk öncə gənclərin şəbəkələşməsi, gənclərin bir-biri ilə fikir mübadiləsinin aparılmasında yəni çox böyük rol oynayır bu forum. İkinci növbədə də ki, bilirsiniz ki, kitabdan əldə olunan biliklər əsas olsa da yəni kifayət qədər deyil. Ona görə gənclər başa düşməlidirlər və həmin o bilikləri praktikada necə tətbiq eləməyi öyrənmək üçün bu Youth to Forumda mütləq iştirak eləməlidirlər. Təşəkkür edirik, çox sağ olun, uğurlar sizə. Getdiyi növbəti masaya sizə də uğurlar həmçinin. Salam gənclər, üzr istəyirəm söhbətinizi böldüyüm üçün. Lunch vaxtıdır, yenə sizə də nuş olsun. Mən sizdən maraqlanmaq istəyirəm ki, ümumiyyətlə bu forumda iştirak sizə nə verəcək gələcəkdə, nə düşünürsünüz bu forum barəsində və workshoplardan hansını seçmişsiniz? Hacıyev Ədalət. Bura gəlməyin əsas məqsədim networkingdir. Yəni ki, yeni tanışlar, yeni simalar, yeni adamlarla ünsiyyət qurmaq, əlaqə qurmaq. Gələcəkdə bəlkə də iş əlaqələri. Innovation-ı seçmişəm. Çox gözəl, uğurlar sizə, gözəl seçimdir. Deyəsən, acımısınız. Biz sizin yeməyi bölmək istəməzdik, lakin fikirlərinizi öyrənmək istəyirik forum barədə. Qafqaz Universitetinin tələbəsi Turqut Bəşirli. Forum haqqında fikirlərim müsbətdir, yəni hala innovation-ı seçmişdim. Uğurlar sizə, təşəkkür edirik. Siz də özünüzü təqdim edərdiniz. Salam, mənim adım Rənadır. Mən bugün çox gözəl bir reaksiyada iştirak eləmişəm, amma əslində luncha görə gəlmişəm bura. Çox şok etiraf idi bu doğrudan. O zaman nuş olsun sizə. Dərhal növbəti masaya yaxınlaşırıq. Salam xanımlar, xoş gördük, sizə də nuş olsun. Forum haqqında nələr düşünürsünüz? Bu forum sizə gələcəkdə hansı şansları yaradacaq? Buyurun. Adım Əliyeva Samirədir, Bakı Dövlət Universitetinin tələbəsiyəm və məncə bu forumda bizə o biliklər verəcək ki, biz universitetdə o həmin forumları almırıq, hansı ki bilik, hansı ki biz gələcəkdə tətbiq edə bilərik. Çox gözəl, uğurlar sizə, sizdən də maraqlanar. Adım Cabbarlı Həcərdir, mən sahibkarlıqda mühəndis eləmişəm və həddindən artıq kreativ bir layihə idi. Çox məmnunam ki, mən bu layihədə iştirak eləmişəm. O zaman uğurlar sizə, nuş olsun, yeməyə devam. Xəyalə, salam, götürdün soru uşaqlar? Götürdüm Fariz hamıda, hamının fikirlərini aldım. Lunchda da olsalar, təşəkkür edirəm ki, mənə vaxt ayırdılar. İzləyə görək sonra nələr baş verəcək. Kimde var ya? Sizin birleşik laf. Kimdi? Arda'ydı. Gənclər, biz az öncə Məryəmlə söhbət etdik və onunla sağollaşdıq, amma forum davam etdikcə təbii ki, məndə yenidən suallar yaranmağa başladı və ona görə də yenidən Məryəmlə bir araya gəldik. Xoş gördük yenidən Məryəm. Və qeyd edim ki, artıq forumun workshop mərhələsi sona çatıb. İndi isə mən istəyərdim ki, Məryəmdən öyrənim görüm forumun sonunda nələr baş verəcək. Forumun sonunda dərimə masa təşkil olunacaq. Həmən trenerlərlə, spikerlərlə gənclərin tam ünsiyyəti, yəni nə sualları varsa, questions and answers part deyirlər buna, sual və cavab hissəsinə keçir. Yəni ki, təkcə öz spikerinə yox, başqa workshoplardan, yəni innovasiya, iqtisadi dayanıqlı inkişaf və sahibkarlıq üzrə suallarını verə bilərlər. Məryəm, bəs maraqlıdır. Bu forumdan sonra gələcəkdə hansı layihələr nəzərdə tutulur, keçirirsiniz? Bizim artıq bu yaz fəslində 3 layihə həyata keçirmişik. Biri mart-apreldə, bir də may ayında. Biri Finance Education
Innovation Week idi, maliyyə ilə bağlı. Biri ISEC Academy idi, hansı ki HR, Marketing Management və IT üzrə və bu sırf biznes yönümlüdür. 3-cü layihəmizdir. İnşallah payız aylarında yenə adada layihələrimiz keçiriləcək. Yay ərzində isə bizim daha çox könüllü, xaricdən gələn cavanlar, gənclər, onlar bizdəki, məsələn, uşaq evlərində və sair məsələlərdə dərs keçəcəklər, ingilis dilindən məlumatlar verəcək və ölkələr haqqında məlumat verəcəklər. Məryəm, hal-hazırda forum Ada Universitetində keçirilir. Bəs bu keçirilən layihələr ancaq bu universitetin tələbələri üçün nəzərdə tutulub, yoxsa? Xeyr, bu digər tələbələr də nəzərdə tutulub. Sadəcə olaraq ada bir yer kimi seçilib və biz 14-15 digər ən böyük Azərbaycan universitetlərinin tələbələri dəvət edirik və onlar da iştirak edirlər. Aha, bir daha təşəkkür edirəm. Bu məlumatlara görə sağ ol, uğurlar. Bugünkü elə burada baş tutan səyyar çəkilişimiz də beləcə başa çatdı. Elə mənim özümə də maraqlıdır. Görəsən növbəti səyyar çəkilişimiz haraya olacaq? Bəlkə siz deyəsiniz. Bəli, belə forumların keçirilməsi məhz Azərbaycan gənclərinin inkişafı üçün nəzərdə tutulub. Siz də hər zaman öz üzərinizdə çalışın, lider olmağa can atın və professional olun. Bugünlük isə bu qədər. Hələlik.